Yeni Azərbaycan Partiyasının yaranmasının 33-cü ildönümü ilə bağlı paytaxt və bölgələrdə bir sıra tədbirlər keçirilir. Belə tədbirlərdən biri Şamaxıda keçirilib. Şamaxıda Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatında partiyanın təsis olunmasının 33-cü ildönümünə həsr edilmiş Yeni Azərbaycan Partiyası Dünənin, Bugünün və Gələcəyin Partiyasıdır adlı tədbir keçirilib. Tədbir iştirakçıları öncə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildirmiş və abidənin önünə gül dəstələri düzmüşlər. Tədbir Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının inzibati binasında davam etdirilmişdi. Tədbiri Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı açaraq partiyanın yaradılmasının tarixi zərurətindən, keçdiyi inkişaf yolundan və bugün ölkəmizin siyasi həyatında oynadığı mühüm roldan söz açmışdı. Sonra Yeni Azərbaycan Partiyasının təsis olunmasına həsr olunmuş video çax nümayiş etdirilmişdi. Tədbirdə çıxış edən Şamaxı rayon icra hakimiyyətinin başçısı cənab Tahir Məmmədov, Yeni Azərbaycan Partiyasının ölkəmizin siyasi həyatında oynadığı misilsiz rolu xüsusi vurğulamışdı. Cənab başçı qeyd etmişdi ki, Ulu Öndər Heydər Əliyevin siyasi irsini layiqincə davam etdirən cənab Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən geniş miqyaslı islahatların icrasında YAP hər zaman dövlətçilik maraqlarının təmin olunmasında, milli inkişaf strategiyasının uğurla reallaşdırılmasında aparıcı qüvvə kimi çıxış edir. Daha sonra çıxış edənlər partiya veteranı Abbasov Bəxtiyar, Ağsaqqallar Şurasının sədri Alıcanov Mayıl və ADPU Şamaxı filialının direktoru Yusifova Tünzalə, Yeni Azərbaycan Partiyasının dövlətçiliyimizin möhkəmlənməsində, milli həmrəyliyin gücləndirilməsində və ölkəmizin davamlı inkişafında mühüm rol oynadığını qeyd etmişlər. Tədbirin sonunda partiya sıralarında fəallığı ilə seçilən bir qrup üzv fəxri fərman və hədiyyələrlə təltif edilmiş, həmçinin Yeni Azərbaycan Partiyasına yeni qəbul olunan üzvlərə vəsiqələri təqdim edilmişdi. Rafiq Həsənov, Elçin Məlikov, İrana Novruzzadə, Gün TV.